Salam, hər birinizi xoş gördük. Dəyər nəşrlərinin 9-cu siniflər üçün təşkil etdiyi 1 mart tarixində olan ingilis dili sualları ilə tanış olaq. 9-ların yaxın günlərdə imtahanı olacaq. Ona görə bu imtahan sizlər üçün vacib. Çalışın, sınağı öncə özünüz işləyib, daha sonra izahlara baxacağız. 5-ci sualda bizdən mürəkkəb ismi soruşur. Motherland mürəkkəbdir. Deməli, schoolwork mürəkkəbdir. Cavab elə A variantı. D-də exploration isim düzəltmədir. B-də ITY isim düzəldir. Y-də NES isim düzəldir. C-də MENT isim düzəldir. 6-cı sualda o bir universitet tələbəsidir deyir. University oxunur deyə N olmur. Bunları ataq. Salibdən tək isim var deyə qabağında artikel olmalıdır. Və play qaydasına əsasən ifa etmək anlamında Z olur. Cavab C variantı. Növbəti suallara baxaq. 7-ci sualda deməli, Tom getmədi, mən də həmsinin. Tom did not deyilsə, sodan qayıtmaz. A-B getdi. Did keçmiş, do indiki Y gedir və quruluş olaraq neither did olur. Neither I did olmur. Cavab C variantı. 8-ci sualda o, deməli, tələbə kitabxanadan kitabı borc aldı. Kitabxanadan deyilsə, dan-dən cavab B variantı olur. 9-cu sualda was keçmiş davam edicidir. Is olmur, have indiki olmur, does indiki olmur. Students cəmdir deyə was olmur. Cavab Y variantı. Və while olanda adətin hər iki tərəfdə davam edici zaman olur. Bundan da bilmək olur. 10-cu suala baxaq. 10-cu sualda qrammatik qayda görə tapmağa çalışaq. Could-dan sonra to olmur. Sağ tərəfdə did keçmişdir, can indiki olmur, are indiki olmur. Deməli, Z-dən was olmur, were olur. Cavab D variantı. 11-ci sualda sinifdən çıxmadan əvvəl, deməli, lights before you leave. Çıxmadan əvvəl deyirsən, bağlayıcı olaraq məna cəhətdən Y düz gəlir. 12-ci sualda bizdən yaxın mənalı sözləri soruşur. Quick, cəld, slow, yavaş, yaxın mənalı deyil. Narrow, dar, wide, geniş. Strong, güclü, weak, zəif. Empty, boş, full, dolu. Smart, clever, ikisi də ağıllı deməkdir. Bura qədər izlədinizsə, yəqin ki 9-da oxuyursunuz. Sizə 2 faydalı məlumat verim. Bir, əgər bunun PDF-ini istəyirsinizsə, şərhə PDF yazın, sizə bugün göndərin PDF-i. İkinci olaraq isə ödənişsiz WhatsApp qrupumuz var. Orada faydalı testlər, PDF-lər olur. Ödənişsiz dərs yazaraq şərhə qoşula bilərsiniz. Mən sizə geri cavab yazacağam. 13-cü sualda bizdən pasivə çevirməmizi istəyir. They deliver the mail. İndiki sadə zamandırsa, indiki sadə zamanın pasivi necədir? Am, is, are, fe'l 3. A-da am, is, are, fe'l 3 yoxdur. B-də fe'l 3 yoxdur. Deməli, C-də am, is, are deyil. Qaldıq D və Y arasında. Mail təkdədir deyə are olmaz. Cavab D variantı oldu. 14-cü sualda antonimini istəyir. Remember, xatırlamaq, forget, unutmaq. Elə cavab A olur. Öyrənmək, yazmaq, götürmək, uduzmaq, itirmək. Heç biri olmaz. 15-də to delay doing something that you should do. Nə isə delay təxirə salmaq deməkdir. Procrastinate təxirə salmaq mənası var. Ona görə cavab C olur. Öncədən xəbər vermək, proqnoz etmək olmur. İştirak etmək, inandırmaq, çıxış etmək. Heç biri olmaz. Getdik 16-cı suala. 16-cı sualda bu literasi sözü oxuma yazma bir elmidir. Elə cavab B olacaqdır. Yəni, oxuma yazmanın öyrənmə prosesidir deyə literasi doğru cavabdır. Foundation əsas, yəni nəyəsə əsası, research araşdırma, development inkişaf, intelligence zəka. 17-ci sualda deməli, the bottles of water, su şüşələri, butulkaları deyir. Cəmdir deyə ofdan əvvələ baxdıq. 1, 2 doğru cavabdır. Digərləri təhdid deyə olmaz. Getdik short tekstlərə. 18-ci sualda doğru cavabı Y variantı, elə birbaşa doğru üzərindən deyək. Mark Davidi dəvət edir görüşməyə və yeni iş haqqında danışmağa. Əziz David, deməli Davidi yazıram. Ən xoş arzularla Mark, deməli yazan Markdır. Bu da dedi ki, Mark dəvət edir. Baxaq. Yazır ki, necəsən? I have a new job at a big library. Kitabxanada yeni işim var. Və sonda deyir ki,
Why don't we meet for a coffee this Sunday afternoon? Biz niyə görüşüb kofe içməyək? Mən sənə daha çox məlumat vermək istəyirəm deyir. İşi haqqında. Deməli, Y doğru cavabdır. 19-da doğru cavab C variantı olur. Baxaq, insanlar pulsuz oyuncaq ala bilir, əgər onlar yemək alsalar. Cümlənin altına xətt çəkirəm, baxın. If you buy a bag of food, əgər yemək alsan, you will get free toy, sən oyuncaq ala bilirsən. Cavab C variantı. Bu tip suallardan qorxmayın, short textdən söhbət gedir. Yəni, bir cümləyə görə cavabı çox vaxt tapmaq olur. 20-də doğru cavab olur Y variantı. Baxaq, Ceyn Sarha mesaj yazacaq, gec yazır, gecə yarı, çünki onun uçuşu təxirə salınıb. Salam Sara, sonunda sevgilərlə Ceyn. Deməli, həqiqətən yazan Ceyndir. Baxın, deyir ki, nə deyir? I have to wait here for 3 more hours. Deməli, 3 saat gözləməliyəm. My flight to Rome is late. Gecikir mənim deyir təyyarəm. Sonda deyir ki, mən çatanda sənə xəbər edəcəm, zəng edəcəm deyir. Məni 11-ə qədər gözləmə deyir. Deməli, uçuşu təxirə salınıb deyə gec gəlir. İyi olacaq. Digərlərinə baxaq bir dəqiqə. A-da deyir ki, artıq oteldədir. Deyil. B-də deyir ki, vaxtında olur və xoşbəxtdir uçuşu. Yəni, Ceyn vaxtında olur, uçuş xoşbəxtdir. Sorry, o xoşbəxtdir uçuş vaxtında olduğu üçün, amma təxirə salınmışdı, yəni gecikmişdi. C-də deyir ki, deməli, Ceyn Asara to meet at her airport in 3 hours. 3 saat sonra aeroportda görüşək deyir. Amma otelə çatmağın deyir, yəni görüşməklə bağlı bir söhbət getmədi orada. C-də gedir. D-də deyir ki, Sara gözləyir ki, aeroportda sandviç alsın, yesin. Bir saniyə. Waiting to airport to buy sandwich with Ceyn. Ceynlə sandviç alıb yemək gözləyir. Yəni, D-də olmadı. Çünki D-ni onsuz da cümlədə demişdi. Getdik növbəti suallara. Mətnə tanış olmuşsunuzsa tərcüməsini verməyəcəm, amma doğru cavabların yerini göstərəcəm. 21-ci sualda bizdən yanlış istəyir. Doğru cavab olur. Yəni, bizə lazım olan cavab deyək C variantı. Niyə? Toquna elə bir evdir ki, orada uşaqlar məktəbə gedir. Altına xətt çəkirəm. Toquna elə bir yerdir ki, adamlar orada deməli, müxtəlif vacib qərarları qəbul edirlər. Yəni, iclas tipində bir yerdir. Məktəbə gedilən yer deyil. Ona görə false olur. 22-də mətn nə haqqındadır deyir. Deməli, 22-də D variantı, Toqun insanlarının mədəni, tarixi və ənənəsindən söhbət gedir. D doğru cavabdır. 23-də onlar qayalarda tikirdilər evlərini. Bir saniyə. Çünki onlar ailələrinin və evlərinin təhlükəsizlikdə olmasını istəyirlər. A variantı. Mətnin hər misəlini göstərək. Baxın, have built their village high on the cliff to stay safe. Yəni, təhlükəsiz qalmaq üçün hündür yerdə evlərini tikirdilər deyir. 24-cü sualda, deməli, suala düzgün cavab istəyir. Dragon Ancestor Sirius. Yəni, bu Sirius ulduzu haqqında maraqlı məlumat nə idi? Onların uzun illər əvvəldən, deməli, onun haqda gizli məlumatları, sirləri vardı deyir. Həmin hissəni mətndə görmüsünüzsə, bir saniyə. They knew many secrets about this star long before scientists had the big telescopes. Həmin hissədə var. 3-cü paragraf altından xətt çəkdik. Və 25-ci sualda cavab 3 və 4 olur. Baxaq. Doqonlar, deməli, evləri palçıq və daşdan tikirdilər və Toquna elə bir yerdir ki, insanlar kənd işlərini müzakirə edirdilər. 3-4 doğrudur. Həmin hissəni göstərək. Əslində, iclas məsələsini göstərdim sizə. Bir daha düzəldirəm, bunu xətt çəkirəm. Baxın, buradadır. Bir də daşdan və palçıq deyir. Baxın, altına yenə xətt çəkirəm. Onların evləri palçıq və daşdan idi. Və 3 şəklə uyğun hekayə qurmaq. Bunu da siz qurub şərhə yaza bilərsiniz. Belə əziz abituriyentlər, tək-tək izah verməyə çalışdım ki, daha yaxşı sizə aydın olsun. Hər birinizə imtahanlarda bol-bol uğurlar.